geldiniz kanalımıza, hoş gelmişsiniz. Yeni kanalımı keşfedenler siz de hoş gelmişsiniz, sefalar getirmişsiniz. Demek bu 3. ev turu videosudur. Böyle ev çekme serisi kimi eləyirdik. 2 evə baxmışıq və bu 3. evimizdir. 3. evimiz Nashville-ə yaxındır, Brentwood deyə bir yerdədir və onun da qiyməti sizcə nə qədərdir? Nə az, nə çox 3 milyon 225 min dollar civarında olan bir evə gəlmişik. İndi istəyirik ki, onu sizə təqdim eləyək. İndi isə gəlin bu evi sizə təqdim edək. Bu ev Amerikanın Tennessee ştatında Nashville şəhərinə çox yaxın olan Brentwood şəhərinə aiddir. Və çox böyük bir villadır. Villa mı deyim, ev mi deyim, həqiqətən çox böyük idi. Qiyməti isə tamına 3 milyon 225 min dollardır. İlk baxışda insan həqiqətən də özünün o türk seriallar var ha. Türk seriallardakı evdə hiss eləyir. Sözün açıq ilk dəfə idi ki, belə bir evdə biz olurduq. Ala bilməsək də bir dəfə də olsa 3 milyonluq bir evin içinə girmiş olduq. Necə bir hissi dadmış olduq. Amerikada open house günləri olur dostlar. Yəni bu çox yaxşıdır. Siz özünüz ala bilməsəz də o open house günləri gedib baxa bilirsiniz. Ən azından dizaynlarını götürə bilərsiniz, şəkillər çəkib gələcəkdə öz evinizi ona uyğun düzenləyə bilərsiniz. Burada da istəsəniz şəkillər götürə bilərsiniz. Özünüz üçün oradan dizaynlar çıxara bilərsiniz. Demək, evin qiyməti dedim ki 3 milyon 225 min dollardır. Ev həqiqətən çox bahalıdır. Çünki bu çox bahalı bir hissədə ərazidə yerləşən bir evdir. Ən prestijli bölgələrdən biri sayılır Brentwood və burada da əsasən imkanlı ailələr düşür. Ətraf olduqca sakit, təhlükəsiz və elit hesab olunur. Ona görə də ümumiyyətlə belə evlərin qiymətləri də çox bahalı olur. Dostlar, əsas olaraq belə evləri sizin üçün çəkirik. Bəzi dostlar bizi təbrik elədilər evə görə, amma dostlar, həqiqətən də hal-hazırda bizim ev almaq kimi bir planımız yoxdur. Sadəcə gələcək üçün məlumatlar toplayırıq. Hal-hazırda biz ev almaq kimi bir niyyətimiz, planımız yoxdur. Bu evi heç almarıq. 3 milyon 225 min dollar. Gərək ki, bu nə qədər imkanı ola ki, bu evi ala biləsəm. Biz bu qədər varlı deyilik, narahat olmayın, bu evi biz almırıq. Sadəcə sizin üçün, YouTube üçün çəkmək istədik. Sırf bu evi maraq üçün çəkməyə qərarı aldıq ki, sizin üçün də maraqlı olar ki, belə 3 milyonluq evdə, mən hər dəfə 3 milyonluq deyirəm ki, bunun quyruğu da var. 3 milyon 225 minlik evdə nə olur, nələr olur, necə olur, həqiqətən dəyərmi? Nəsə, çox sözü uzatmayım və bu ev haqqında məlumat verim. Dostlar, bu ev 2025-ci ilə aiddir, yeni tikilib. Yəni tamamilə yeni konstruksiyadır və demək olar ki, hər şey modern dizaynla hazırlanıb. Gördüyünüz kimi həqiqətən çox zövqlü tikilib. Mən ölçüləri Azərbaycana görə deyəcəm dostlar. Demək, evin ümumi yaşayış sahəsi 570 kvadrat metrdir, torpaq sahəsi isə 4000 kvadrat metrə yaxındır. Ev 2 mərtəbəlidir və ümumilikdə 5 yataq otağı, 8 hamam otağı, 3 fireplace, şöminə, Azərbaycan dilində nə deyilir, onu bilməm, 3 maşınlıq qaraj, veranda, böyük veranda var, istirahət zonaları mövcuddur. Ən əvvəl evin böyük qonaq otağına daxil oluruq. Amerikada buna Great Room deyirlər. Bunun ölçüsü 33.5 kvadrat metrdir. Tavanlar çox hündürdür və böyük pəncərələr sayəsində içəriyə çoxlu gün işığı daxil olur. Özünüz də görəcəksiniz ki, həqiqətən də çox qəşəng belə günəş şüaları içəri daxil olur. Ümumilikdə 3 dənə şöminə var. Mətbəx ölçüsü 30.6 kvadrat metrdir. Bu bir çox normal evlərin qonaq otağından belə böyükdür. Mətbəxin ortasında böyük ada var. Amerikada insanlar burada həm yemək hazırlayır, həm də oturub səhər yeməyi yeyirlər. Mətbəxdə gördüyünüz kimi qaz sobası, ondan sonra içəri yerləşdirilmiş soba, mikrodalğalı soba, qabıyan maşın, soyuducu, tullantı üyüdən sistem yerləşir. Bu evdə ayrıca breakfast room da var, yəni səhər yemək otağı da var və onun da ölçüsü təxminən 15.6 kvadrat metrdir. Dining room, yəni əsas yemək otağı təxminən 19 kvadrat metrdir. Burada böyük masa yerləşdirilir və əsas qonaqlı yeməklər burada təşkil olunur. İndi isə yataq otaqlarına keçək dostlar. Birinci yataq otağı 27 kvadrat metrdir, ikinci yataq otağı 18, üçüncüsü 15.6 kvadrat metr, diğer yataq otağı 17.8 kvadrat metr, beşinci yataq otağı isə 15.7 kvadrat metrdir. Bu evdə ayrıca den hissəsi də var. Amerikada buna private room və ya sakit otaq kimi baxırlar. İnsanlar burada kitab oxuyur, işləyir və ya
şəxsi ofis kimi istifadə edirlər. Ölçüsü isə təxminən 15,7 kvadrat metrdir. Bundan əlavə recreation room, yəni əyləncə və istirahət otağı mövcuddur. Təxminən 23 kvadrat metrdir. Burada oyun masası, kino sistemi, PlayStation və ya ailəvi əyləncə hissəsi kimi qurmaq mümkündür. Evdə mərkəzi isitmə və soyutma sistemi var, yəni bütün ev Central Air sistemi ilə idarə olunur. Döşəmələrin bir hissəsi taxta, bir hissəsi isə xalça ilə hazırlanıb. Evdə həm açıq, həm də örtülü veranda var, həm də böyük arxa həyət mövcuddur. Qaraj hissəsi 3 maşın üçündür. Bundan əlavə həyətdə əlavə 4 maşınlıq yer də var. Ən maraqlı hissələrdən biri isə bu evin yerləşdiyi bölgədir. Brentwood Amerika Tennessee ştatının ən bahalı yaşayış yerlərindən biri hesab olunur. Məktəblərin reytingi isə 9-10-dur. Burada Lipscomb Elementary School, Brentwood Middle School, Brentwood High School yerləşir. Bu da o deməkdir ki, burada yaşayan ailələr əsasən uşaqlarının təhsili üçün də bu bölgəni seçirlər. Ev flood risk baxımından da təhlükəsiz zonada yerləşir, yəni daşqın riski minimal hesab olunur. HOA yoxdur, yəni hər ay əlavə yaşayış kompleksi ödənişi etmirsiniz. Bu evin Zillow'un hesabladığı aylıq ödənişi təxminən $19,000-dır. Bu məbləğin içinə kredit ödənişi, ev vergisi, ev sığortası daxildir. Təkcə ilkin ödəniş üçün təxminən $645,000 tələb olunur. Kvadrat başına qiymət $525-dır. İnsan belə evə baxanda anlayır ki, Amerikada belə dəbdəbəli həyat tərzi tamamilə başqa səviyyədə qurulub. Böyük otaqlar, yüksək tavanlar, geniş həyət, şəxsi məkan hissi və sakitlik əsas prioritetlərdən biridir. Bəs siz necə düşünürsünüz? Azərbaycanda belə bir ev neçə milyona başa gələrdi sizcə? Bu evə neçə bal verərdiniz? Burada yaşamaq istəyərdinizmi? Bu kimi suallara cavab versəniz çox xoş olar. Dostlar, bu evi sizlərə sanki bir maklermiş kimi gəzdirməyə və bacardığım qədər bütün detalları göstərməyə çalışdım. Ev haqqında mümkün qədər məlumat verməyə çalışdım. Bilməm bu qədər detallı danışmağa ehtiyac var idi ya yox, amma sadəcə öz üzərimə düşən edib sizlərlə də paylaşmaq istədim. İndi isə sizə belə bir sualım var. Təsəvvür edin ki, $3 milyon var. Bu qədər pulu belə bir evə xərcləyərdinizmi? Ümumiyyətlə belə bir evdə yaşamaq istəyərdinizmi? Əgər belə bir eviniz olsaydı özünüz yaşayardınız, yoxsa kirayəyə verərdiniz? Fikirləriniz həqiqətən mənim üçün çox maraqlıdır. Çünki hər insanın düşüncəsi, xəyalı, niyyətləri fərqlidir. Zəhmət olmasa yazarsınız. Evin dizaynına gəldikdə isə mən rəng uyğunluğunu çox sevdim. Amma düzünü desəm ev biraz labirint kimi idi. İlk dəfə girdiyim üçün bəzi otaqları çəkib-çəkmədiyimi belə qarışdırdım. Fikirləşirdim ki, görəsən bütün otaqları mən çəkdim yoxsa yox. Və videonu edit edəndə də fərqinə vardım ki, dostlar, bəzi keçidləri biraz sürətli etmişəm. Ola bilər ki, mən çox fikir verdiyim üçün mənə elə gəlib. Əgər videonun hansısa hissəsində gözünüz yorulubsa, haqqınızı halal edin dostlar. Həqiqətən də bilmədən olub, o an hiss eləməmişəm. Yenə də bacardığım qədər sizlərə evi gəzdirməyə çalışdım və o atmosferi hiss etdirməyə çalışdım. Hələ ki burada saxlayıram, yenə də maraqlı bir şeylər olsa sizinlə paylaşaram. Üstüne bak. Burada var. Bir şey də vurğulamaq istəyirəm dostlar. Gördüyünüz kimi yataq otaqların içindəki qardıroblar tamamilə fərqlidir. Yəni digər evlərə baxanda bu yataq otağındakı qardırop fərqlidir. Daha yaxşı materiallardan istifadə olunub. Hər bir hamamdakı dizayn fərqlidir. Yəni belə deyim də iki hamam bir-birinə oxşamırdı. Özünüz də fərq eləmisiniz hər halda. Siz də belə dizaynları gələcəkdə öz eviniz üçün düşünə bilərsiniz. Yəni təbii ki, xoşunuza gəlsə. Yəni həqiqətən də maraqlı dizaynlar var. Evet, mümkün.
Bu da belə bir dizayndır olsa. Burada ne var? Dolap başka şeydi de bak. Burada gizli bir de bir yeri. Abo. Stile bak. Tüm küllere bak. Siz için kapı gizli otak kalmasın. Hacı ha. Buranı gördün sen? Buranı gördün. Yani mən ümumiyyətlə otaqların demək olar ki, hər küncünə baxmağa çalışdıq. Maraqlı gəldi. Şahin müəllim ümumiyyətlə məndən daha maraqlıdır belə şeylərə. İndi də mənə göstərməyə çalışır bu pəncərə açılımını. Necə açılır, necə bağlanır. Onların pencereleri de şey gibi. Bu nedir? Ay. Aşağıda olan soyuk. Ne? Derinliğine bak. Kadınların hayalindeki ev. Hanımlar, hanımlar. Çadır. Sen hazır. Burada farklı garaj. Garaj dediğimiz depo gibi bir yer. Ha yok garajdı bu da. Garajda ortamı var. Taptaze. Şimdi kokular var. Oradan maşını həyətdən birbaşa bura verir. Şu. Ay Allah, bu kurtarmadı. Burada da var dostlar. Aman. Bilmem. İçme. Dostlar, burada belə bir detal da sizə çatdırım. Normalde evin iki dənə agenti olur. Bir alıcı üçün olan agent, bir də satıcı üçün olan agent. Sadəcə bizim üçün alıcı olan agent gəlmişdi. Vaxtını öncədən ayarlamışdıq. Ona görə sağ olsun bizim üçün gəlmişdi. Amma bir şey də vurğulayım ki, normalda yəni open house günləri heç agenti çağırmağa ehtiyac yoxdur. Özünüz gedirsiniz və evə baxırsınız. Sadəcə biz fərqli gün getdiyimizə görə biz çağırmalı olduq və bu arada videonu çəkməyə icazə almışıq. Yəni orada qeyd edirəm. Evdən çıxdıq. Hələ ki burada yekunlaşdıraq videomuzu. Əslində yolda orada Brentwoodda ümumiyyətlə qəşəng evlər olur. Sadəcə olaraq biz evə getdiyimizə görə çəkəsə olmadıq. Dedim sizinlə paylaşardım. Nəsə çəkəsə olmadıq. Burada videomuzu sonlandırmaq istəyirəm. Bura kimi izlədiyinizə görə təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Allah əmanət olun. Hələlik. Bu sırasında burada mən sağollaşmışdım, amma çox maraqlı və təsirli bir hadisə başımıza gəldi. Ona görə də sizinlə paylaşmaq istədim. Demək yoldaşım namaz qılırdı, highway idi, yəni magistral yol idi, belə riskli zona idi. Birdən bir adam pəncərəni döydü. Mən elə bildim ki, polisdir, amma polis deyildi. Baxın, mən arxadan çəkmişəm. Güzgüdən görsənir. Xidmətin adını unutdum dostlar. Hər halda yolda qalmışlar üçün kömək edən bir sistemdir, xidmətdir. Mən yaxından çəkmədiyimə görə adını da tam bilmədim. Şahin müəllim hər halda bilir, onun adını qeyd eləyər və yaxud da ki, siz də bilirsiniz çox güman ki. Nəysə, uzun sözün qısası gəldi. Dedi ki, namaz mı qılır? Dedim, bəli. Onda dedi, biz burada dayanacağıq, onu qoruyacağıq namaz qılana kimi. Şahin müəllimi gələcək təhlükələrdən qorumaq üçün orada dayandı və oranı blokladı. Bu bizə həqiqətən də çox təsir elədi. İstədik ki, sizinlə də paylaşaq. Belə şey əslində Kufilə gələn ilk günlərdə də baş vermişdi. Bizim maşınımız yolda qalmışdı. Kapotunda nəsə problem var idi.
yol polisi saxladı və bizə kömək elədi. O zaman da biz yeni idik deyə bilmirdik nəyi hardan almaq lazımdır. Bizi apardı. Deyəsən Dollar General aparmışdı. Remen aldıq, bir yerdə hətta gəldik. Kömək elədi bizə. Adam bizə yardım elədi, o şəkildə yola salmışdı. Belə şeylər bizə çox gözəl təsir elədi. Ona görə sizinlə də paylaşmaq istədik. Bəs sizin həyatınızda belə maraqlı, təsirli hadisələr olubmu? Yorumlara, kommentlərə yazın. Bizim üçün də xoş olar sizləri dinləmək.